Natural ədədlərdən ilk 10 testin izahına baxaq. Test 1. Rəqəmləri fərqli olan ən kiçik 4 rəqəmli cüt ədədin rəqəmləri cəmini tapın. Gəlin özümüzdən qeyd edək. Elə bil ki, A, B, C, D bir 4 rəqəmli ədəddir. Biz bunları tapmalıyıq və həmin rəqəmlərin cəmini hesablamalıyıq. Deməli, təklik, onluq, yüzlük, minlik. Bu ədəddə deməli, minlikdə minlik mərtəbəsi bizə ən kiçik olmalıdır ki, bizim ədədimiz kiçik olsun. A-ya ən kiçik nə yaza bilərik? Hansı rəqəm yaza bilərik? 1 yaza bilərik, 0 yaza bilmərik. Çünki BCD onda 3 rəqəmli olar. Bunun heç bir mənası olmaz. BCD isə 3 rəqəmli ədədlər, bizdən isə 4 rəqəmli deyir. Deməli, A-ya verdik 1. B-yə nə verə bilərik? B-yə də verə bilərik 0. Niyə 2 vermirik? 2 versək daha böyük olar. 1200 neçəsə olar. Amma hal-hazırda 1000 indi neçəsini tapmalıyıq. Bir də bizə şərt də verib həm fərqli olmalıdır, yəni rəqəmlər fərqli yazılmalıdır. Həm də cüt olmalıdır. Tapdığımız bu ədəd cüt olmalıdır. Cüt olması üçün D-nin 0, 2, 4, 6, 8 ilə bitməsi, yəni cüt ədədlə bitməsi, rəqəmlə bitməsi lazımdır. Deməli, D-miz 0 ola bilməz, çünki bizdən fərqli olmalıdır rəqəmlər. Ona görə 0-dan sonra ən kiçik başlayırıq. 2, 4, 6, 8. Bunlardan biri ola bilər. İndi biz elə etməliyik ki, bizim bu tapacağımız 4 rəqəmli ədəd ən kiçik olsun. S-yə biz nə verə bilərik? Bax, 1-i 0-ı 2-ni işlətdiksə, 1 verə bilərik 3. Bu, əgər D-miz 2 şərtində. D-yə 2 qoyarıqsa özümüzdən. S-yə nə verərik? 3 verərik. Gəlin görək, D-yə başqa nə verə bilərik? D-yə 1-də 4 verə bilərik. Məsələn, 6-da 8-də hamısını yəni yoxlamaq olar. D-yə 4-ü versək, biz S-yə 2 yaza bilərikmi? Bəli, 2 yazarıq. Bunu da elə olduğu kimi qeyd edeyim. 1224. İndi fikir verək. 1032 böyükdür, yoxsa 1024? 1032 böyükdür. Bizdə isə ən kiçiyini soruşur. 1024. 1032-dən kiçik olduğu üçün deməli, D-nin yerinə biz 4 qoymalı imiş. Yəni 4 olmalı imiş. 6 ilə 8 yoxlamırıq. Onsuz da biz buradan 6-da 8-də 1024-dən, yəni 1026, 1028-də 1024-dən böyük olacaq. Deməli, doğru cavabımız 1024-dür. Yəni ABCD 4 rəqəmlisi 1024 imiş. İndi bunların bizdən nəyini soruşur? Rəqəmləri cəmini soruşur. Rəqəmləri cəmi 1 üstəgəl 0 üstəgəl 2 üstəgəl 4 bərabərdir 7. Doğru cavabımız C variantı. Keçək ikinci suala. İkinci sualda deyir ki, bu verilmiş ədəddə neçə dənə yüzlük var? Bayaq da qeyd elədik, mərtəbələri yenə qeyd edəyim. Deməli, biz əgər verilmiş bir ədədi, yəni mərtəbələrinə bölürüksə, əvvəlcə sonla başlayırıq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Yəni sondan önə doğru, sağdan sola doğru bu şəkildə mərtəbələri ayırırıq. Bizdə yüzlük hansı oldu? 7 təklik, 6 onluq, 5 yüzlük. 5-dən bu tərəfi deməli yüzlük olaraq götürürük. Cavabımız 345. Test 3-ə baxırıq. Test 3-də 2 kimidir. Yenə mərtəbələri ayırıq. Təklik, onluq və bizdən yüzlüyü soruşur. Bu şəkildə 456-nı götürürük. Cavab B variantı. Test 4-ə baxaq. Deyir, azalan ilə fərqin cəmi 488 və çıxılan 164 olarsa fərqi tapın. Gəlin özümüzdən qeyd eləyək. A çıxılsın B bərabərdir C. Deməli, A azalan, B çıxılan, C isə fərqdir. Azalan ilə fərqin cəmi. A üzərinə gəl C bərabərdir 488. Çıxılan 164 olarsa, çıxılan nədir? Çıxılan B-dir. B-nin də yerinə 164 qoyuruq.
Deyir ki, fərqi tapın. Yəni, C-ni tapın. Nə edə bilərik? Biz bu bərabərlikdən A üstəgəl C bərabər 488-dən A-nın yerinə nə yaza bilərik? 488 çıxılsın C. Gətirib bu tapdığımız A-nı əvvəldə qeyd elədiyimiz azalan çıxılan fərq düsturunda yerinə qoyaq. A-nın yerinə qoyuruq 488 çıxılsın C. B-ni nə tapdıq? Nə qeyd olunmuşdu? Daha doğrusu 164. Çıxaq 164 bərabərdir nəyə? C-yə. 488-dən 164 çıxanda qalır 324. Çıxılsın C olduğu kimi C. C bu tərəfə keçir. Mənfi C olur, müsbət C 2. C bərabərdir 324. C də bərabərdir 324-ü 2-yə böləndə 162. Deməli, fərqimiz 162 imiş. Doğru cavab B. Test 5-ə baxırıq. Deməli, bir ifadə verilmişdir. Bu ifadənin qiymətini hesablayın. Əvvəlcə ifadənin özünü qeyd edək. Deməli, biz burada nə görürük? Görürük ki, hər hansı bir hasildir və 3577-nin kvadratıdır. Biz görürük ki, 3577-yə bu ədədlər sanki bir yaxındır, sanki bir oxşarlıq var, amma nəyə oxşuyur? Biz onu özümüz başa düşməliyik. Bununla necə bilirik? Müxtəsər vurma düsturlarını əzbər bilməklə. Görürük ki, biz burada nəyisə kvadratlara gətirə bilərik, yaxud da parçalaya bilərik. Bu şəkildə nəsə etmək olar. Hər halda 3573 3577-dən 4 vahid kiçikdir. Baxırıq ki, 3581 isə 3577-dən 4 vahid böyükdür və buradan biz bu şəkildə qeyd edə bilərik. 3573-ü mən necə yazdım? 3577 çıxılsın 4. 3581 isə 3577 üzərinə gəl 4. Çıxılsın elə bunu olduğu kimi qeyd elədim. Buradan 2, deməli A minus B, A plus B deməli düsturundan, yəni kvadratlar fərqinin açılışı düsturudur bu. Və bizə nə verir? A minus B vurulsun A plus B nəyi verirdi? A kvadrata çıxılsın B kvadratını verirdi. Və biz bunu qeyd edək. Və qeyd etdik. Buradan 3577-nin kvadratı çıxılsın 4-ün kvadratı. Bu çıxılsın 3577-nin kvadratı isə bu əvvəldə olan onsuz da kitabda şərtimizdə veriləndi. Baxın, bu şəkildə veriləndi. Və buradan görürük ki, 3577 çıxılsın 3577 ilə özləri gedir. Yerdə nə qalır? Mənfi 4-ün kvadratına verir 16. Doğru cavab mənfi 16 B variantı. Test 6-ya baxaq. Deməli, verilmiş bu ədəd verilib. Hər halda bir vurma, böyük ədədlərdə toplama var. Və 9-a bölünmədən alınan qalığı tapmağımız istəyir. Belə ifadələrdə, ümumiyyətcə uzun ifadələrdə qalığı tapmaq üçün yadımızda saxlayırıq ki, onları təkrar vurub, toplayıb, bölüb, yəni hesablamağa ehtiyac yoxdur. Hər bir, yəni əməllər gözlənilmək şərti ilə hər bir ədədin verilmiş bu ədədə, məsələn, indi burada 9 verib, 9-a bölünməsindən alınan qalığı tapırıq və həmin bu əməlləri gözləməklə yerinə qoyub hesablayıq. Gəlin hesablayaq. Deməli, bizə əvvəlcə 649 verilib. 649-un 9-a bölünməsindən alınan qalıq neçədir? Ümumiyyətlə, 9-a bölünmə qaydası necə idi? Ədədin rəqəmlərinin cəmi 9-a bölünürsə, bu ədəd 9-a bölünür. Rəqəmlərini topladıqda 6, 4, 9, 19 eləyir. 19-u 9-a böləndə qalıq 1. Deməli, burada 649-un yerinə yazırıq. 1 yazırıq. Vurulsun. Şərti də var. Vurulsun. 4657 toplayanda neçə eləyir? 15, 22. 22-ni 9-a böləndə 2 düşür. Qalıq neçə eləyir? 22-dən 18 çıxanda qalıq 4. Üzərinə gəl toplamanı olduğu kimi qeyd edirik. Yenə 7, 6, 4, 5. Bu da 10, 15, 22 eləyir. 22-ni də 9-a böləndə qalıq yenə 4
qalır. Yerinə yazırıq. 1 vurulsun 4-ün üstə 4 gələndə 8, 1-i də 8-ə vuranda 8. Deməli, bu ifadədə 9-a bölünəndən sonra alınan qalıq 8-dir. Doğru cavab Y variantı. Bunu mən qırmızı ilə qeyd edim. Keçdik test 7-yə. Test 7-də də nə yazılıb? AB verib. Bərabərdir 3A üzərinə gəl 2B ifadəsi verilib. Bizdən A üstə gəl B-ni soruşur. Ümumiyyətlə A, B üzərində xətt nə deməkdir? Bu xətt onu bildirir ki, hər hansı bir, bax burada 2 rəqəmdən ibarət ədəd var. Bunların yəni arasında heç bir vurma əməli yaxud da başqa bir əməl yoxdur. Sadəcə o ədədin rəqəmlərinin sıralamasıdır. Yəni məsələn A ilə B-nin yerinə 30, məsəl üçün deyirəm 34 yazılıb, A 3-dür, B 4-dür. Bu şəkildə. Yəni biz bunu açarkən mərtəbələr dərsində olduğu kimi yəni orada da qeyd edildiyi kimi açırıq. A, B üzərində xətt gördüksə, təklik onluq. A onluq olduğu üçün A-nı 10-a vururuq. 10A üzərinə gəl. B təklikdir deyə heç nəyə vurulmur. 1-ə vurulur daha doğrusu. B-ni də olduğu kimi qeyd etdik. Bərabərdir. Şərtdə qeyd edildiyi kimi 3A üzərinə gəl 2B. Bu bərabərliyi hesablasaq 7A bərabərdir. 2B-dən də B-nin bu biri digər tərəfə keçirsək nə olar? 2B-dən B çıxarıq, B qalar. Deməli, B-miz 7A-ya bərabərdir. Bura kimi düşünürəm ki, aydın oldu. Bəs fikirləşirik. Bəs B-miz, bu B 7A belə bu şəkildə yazaq. B bərabərdir 7A. Biz indi bu B-ni A-nı necə tapırıq? Bunda baxın, AB yazmışdıq. Bax, burada həmin ifadəyə nəzərən tapacağıq. Yəni, biz qeyd etdik ki, A ilə B mütləq rəqəm olmalıdır. Çünki bu sıralamada hər hansı bir ədədin ifadəsidir. Burada A ilə B mütləq bir rəqəmdir. A, məsələn, 1 də ola bilər, 5 də ola bilər, 9-a kimi. Yəni, A əgər 11 alınırsa, bu doğru deyil. B də həmçinin. Biz indi elə bir rəqəm A ilə B-yə tapmalıyıq ki, bizim bu ifadəmiz doğru alınsın. Nə yaza bilərik? A-nın yerinə məncə ilk elə ağla gələn 1-i qeyd edə bilərik. A-nın yerinə 1 yazsaq B neçə olar? 7 olar. A-ya 2 yaza bilərikmi? A-ya 2 yazsaq B 14 olar. B 10-da isə bu ifadə doğru olmaz. B bir dənə tək rəqəmdir. Ona görə 14 ola bilməz. Yəni, A da 2 ola bilməz. A-nın yerinə 1 qeyd edirik. B-nin yerinə 7 qeyd edirik. Yəni 17. Doğru cavabımız 17 ədədidir AB. Amma bizdən A üzərinə gəl B-yi soruşur. A-nı nə tapdıq? 1. B-ni nə tapdıq? 7. 1-in üstə də 7 gələndə neçə eləyir? 8. Doğru cavabımız B variantı. Test 8-ə baxaq. Test 8 də 7 kimidir. Yenə AB-ni qeyd edirik. Bərabərdir neçəyə? 5A üzərinə gəl 2B. AB-nin açılışı necə idi? 10A üzərinə gəl B. Və verilmiş ifadəni qeyd edək. Bizdən bu dəfə A ilə B-nin hasilini soruşur. Buradan 10A, 5A-nın bu biri tərəfə 10A-nın yanına keçirsək mənfi olacaq da. 5A qalacaq. 10-dan 5-ə çıxanda 5-ə qalacaq. B-ni də digər tərəfə keçirsə 2B-dən B çıxsaq B. B yəni 5A-ya bərabərdir. Yenə nə yaza bilərik A-nın yerinə? Elə A-nın yerinə 1 yaza bilərik. B neçə edər? 5 edər. A-nın yerinə 2 yaxud da başqa rəqəm yaza bilərikmi? Xeyr, yaza bilmərik. Çünki o zaman B rəqəm yox, ədəd olacaq. 9-dan böyük olacaq. Onu da qeyd edim ki, A ilə B kəsr ədədləri də ola bilməz. Tam ədəd, yəni rəqəm olmalıdır bir sözlə. Və ifadəmiz nə oldu? AB ifadəmiz deməli bizə 15 imiş. Bizdən isə A ilə B-nin hasilini soruşur. 1 vurulsun 5 bərabərdir 5-ə. Doğru cavab A variantı. Test 9-a baxırıq. Test 9-da da yenə AB üzərinə gəl BA bərabərdir C3 qeyd edilib. A üstə gəl B üstə gəl 2C-ni soruşur. Gəlin əvvəlcə bu ifadəni açaq. Necə idi yenə ifadəmiz? 10
A, axı A onluq mərtəbədədir. B-ni olduğu kimi qeyd edirik. Bu dəfə B onluq mərtəbədədir bu ifadədə. 10 B üzərinə gəl A. Burada C hansı mərtəbədədir? Təklik onluqda. 10 C üzərinə gəl 3. Və buradan nə tapırıq? 10 A ilə bu A-nı toplasaq 11 A üzərinə gəl B ilə 11-ni topladıq 11 B bərabərdir 10 C üzərinə gəl 3-ə. Buradan 11-i mötərizə xaricinə çıxarsaq 11 A üzərinə gəl B bərabərdir 10 C üzərinə gəl 3-ə. İndi baxırıq, biz nə edə bilərik? Biz həm şifahidə hesablaya bilərik, amma bu şifahidənsə daha dəqiq olması üçün gəlin qeyd edək. A üzərinə gəl. Bizə onsuz da A üstə gəl B lazımdır. Buradan A üzərinə gəl B bərabərdir. Nə yaza bilərik? Kəsr xətti 10 C üzərinə gəl 3 bölünsün 11 kimi qeyd edə bilərik. A üzərinə gəl B-ni mötərizədə yazım, daha düzgün olsun. Və burada necə yaza bilərik? Biz bilirik ki, bizim C-miz rəqəmdir. Yəni, sıfırdan, sıfır qeyd eləmir, çünki C onluq mərtəbədədir. 1-dən 9-a qədər hər hansı bir rəqəmlərdir də. Yəni, onu biz dəqiq bilmirik. A ilə B-ni də bilmirik. Amma bir bildiyimiz odur ki, A ilə B də rəqəmdir, tam ədəddir, tam rəqəmdir. C də tamdır və rəqəmdir. Onda biz belə deyə bilərik ki, bu hissə heç vaxt kəsr hissə ola bilməz. Heç nəyə, yəni kəsrə bərabər ola bilməz. Tam ədəd olmalıdır. Tam olması üçün də bizim baxın bu surət, yəni 10C üzərinə gəl 3, 11-ə tam bölünməlidir. Tam bölünməsi üçün də C-nin qiyməti neçə olmalıdır? C-nin qiyməti sonu da 3-dür özdə. Neçə ola bilər? Təbii ki, 3 ola bilər. 10 dəfə 3-üm 30. 30 üstədə 3, 33. 33 11-ə tam bölünür. 3 qalır. 3 edir. Başqa hansısa bir rəqəmlərdən, yəni rəqəmi qoysaq alınarmı? Yoxlaya bilərik. Məsələn, elə C-yə birdən də başlaya bilərik. 13, 23, 33, 43, 53, 63, 73, 83, 93. Bundan yuxarı gedəsi deyildi. Nə də onların içində 11-ə tam bölünən yoxdur. Deməli, C-miz 3-dür. A üzərinə gəl B-miz nə olur o zaman? C-nin yerinə 3 qoyuruq. A üzərinə gəl B-də 33 3-ə bölündə 3 edir. Deməli, 33-ü 3-ə böldük 3 etdi. Bizdən nəyi soruşur? A üzərinə gəl B, üzərinə gəl 2 C-ni. A üzərinə gəl B-nin yerinə yazırıq 3, üstə gələk 2 C. C-miz də elə özü 3-dür. 2 vurulsun 3, 2-yi də 3-ə vuranda 6, üzərində də 3 gəldi, 7, 9. Doğru cavab D variantı. Gəlin qırmızı ilə qeyd edək, 9, D variantı. Test 10-a baxaq. Test 10-da deməli A, vergül BC. Yəni, biz buradan görürük bu onluq ədəddir, ABC-nin qeyd edildiyi ifadə. İndi biz belə fikirləşirik. Əgər bizdə deməli vergüldən sağ və solda ədədlər varsa, vergüldən əvvələ bu tərəf, yəni sola doğru mərtəbələr təklik onluq artırdısa və burada biz 10-a vururduq, 10-a vururduq, 100-ü 100-ə vururduq. Kəsir hissədə isə ilk bax burada 10-da 1, 100-də 1, 1000-də 1 bu şəkildə yazılır və deməli B-ni nəyə vururuq? 10-da 1-ə. C-yi nəyə vururuq? 100-də 1-ə. Gəl D olsaydı 1000-də 1-ə bu şəkildə qeyd edirik. Gəlin qeyd edək. A-nı olduğu kimi A, B, C qeyd edək daha doğrusu. A-nı olduğu kimi təklikdir. Elə A olaraq yazırıq. Üzərinə gəl. B-ni nə yazacağıq? B bölünsün 10. Yəni B-nin 10-da 1-ə vurulması. C nə yazacağıq? C bölünsün 100-də 1. C vurulsun 100-də 1. C bölünsün, yəni 100. Aldıq bu ifadəni. İndi bu ifadəni gətirək baxın burada yazaq.
İstəsək bunları toplayıb hesablamaq da olar. Yəni bu məxrəclərlə hesablayıb axıra çıxmaq da olar. Amma belə şifahi də görsənir ki, gözlə, baxın, bu A-nın yerinə nə dayanıb? 1 dayanıb. Deməli, A-mız neçədir? 1. B-nin yerinə nə dayanıb? Bax, bu ikinci ifadənin yerinə dayanıb. Bax, 2-də 1. B bölünsün 10, yəni 10-da B, 2-də 1-dirsə, B-miz neçə olar? B-miz 5 olar. Ki 10-da 5, 2-yə ixtisar gedər, 2-də 1 qalar. Sonra yüzdə C. Yüzdə C-də isə, yəni C bölünsün 100, 50-də 3 verib. Deməli, C-miz neçədir ki, bizə 50-də 3 verir? C-miz 6-dır ki, yüzdə 6 ixtisar gedib, qalıb 50-də 3-ə. Deməli, C-mizi də tapdıq, 6. Və bizdən nəyə soruşur? A, B, C-nin cəmi. A-mız 1, B-miz 5, C-miz 6. 1 üstə gəl 5, 6 üstə gəldi 6, 12. Doğru cavab Y variantı.